Hər vaxtınız xeyir əziz izləyicilər. Respublika qəzetinin 21 may 2025-ci il buraxılışı ilə bugün birgə tanış olacaq. Sizinlə mənəm, Ləman Təhməz. Bugün olan buraxılışımız 16 səhifədən ibarətdir. İlk səhifəmizdə Azərbaycan Prezidenti İlham Əliyevin Macaristana işgüzar səfəri ilə bağlı, Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanın baş naziri ilə məhdud tərkibdə görüşü olub başlığı ilə məlumat dərc olunub. Qəzetimizin ikinci səhifəsində də Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanın baş naziri ilə məhdud tərkibdə görüşü başlığı ilə məlumat yer alıb. Macarıstanın baş naziri Viktor Orban Azərbaycan Respublikasının prezidenti İlham Əliyevi qarşıladı. Azərbaycan prezidenti və Macarıstanın baş naziri birgə foto çəkdirdilər. Azərbaycan prezidenti İlham Əliyev və Macarıstanın baş naziri Viktor Orban mətbuata bəyanatlarla çıxış ediblər başlığı ilə bəyanatlar öz əksini tapıb ki, ətraflı tanış olmaq üçün bu səhifəmizə baxa bilərsiniz. Qəzetimizin 4-cü səhifəsində isə Qərbi Azərbaycanlıların dinc qayıdış hüququ bərpa olunmalıdır başlığı ilə məqalə yer alıb. Azərbaycanın dövlət siyasətində strateji əhəmiyyət kəsb edən məsələlərdən biri də Qərbi Azərbaycandan, yəni indiki Ermənistan adlandırılan ərazilərdən 1988-1989-cu illərdə deportasiya olunmuş soydaşlarımızın tarixi torpaqlarına geri qaytarılmasıdır. Bu məsələ Vətən müharibəsində qazanılan qələbədən sonra daha da aktuallaşıb və artıq siyasi ritorika səviyyəsindən konkret diplomatik təşəbbüslərə, təşkilatlanma proseslərinə keçid edilib. Bakıda Qlobal şəbəkəsinin 6-cı plenar iclası keçirilir. Başlığı ilə isə 5-ci səhifəmizdə məlumat yer alıb. Mayın 20-sində Bakıda BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin korrupsiyaya qarşı mübarizə üzrə hüquq mühafizə orqanlarının qlobal əməliyyat şəbəkəsinin 6-cı plenar iclasının açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin iclas iştirakçılarına müraciəti oxunub. Günün siyasi nəbzi isə 6-cı səhifəmizdə tutulub. Bu səhifəmizdə Yeni Dünya nizamında strateji tərəfdaşlıq, Avropanın qəlbində Türk zirvəsi başlığı ilə maraqlı bir yazı yer alıb. Dövlət başçımızın Türk Dövlətləri Təşkilatına verdiyi dəstək yalnız siyasi bəyanatlarla məhdudlaşmır. TDT katibliyinə 2 milyon ABŞ dolları, Ağsaqqallar Şurasına isə 100 min ABŞ dolları ayırması Azərbaycanın təşkilata verdiyi önəmin bariz nümunəsidir. Prezident İlham Əliyevin Türk dövlətlərinə son 2 ildə 20-yə yaxın səfəri də əlaqələrin inkişafına verdiyi önəmi bir daha təsdiq edir. 7-ci səhifəmizdəki Transatlantik Alyansda dəyişən dinamika və Avropanın təhlükəsizlik strategiyası başlıqlı məqalə hadisələr kontekstində rubrikasında yer alıb. Donald Trumpın yenidən prezident seçilməsi və Avropa ilə təhlükəsizlik sahəsində münasibətlər Transatlantik Alyansda balansı dəyişdi. İllərlə formalaşmış strateji koordinasiya sistemi ilə bağlı suallar artdı, kollektiv müdafiə prinsipi isə ciddi təzyiq altına düşdü. Trumpın qayıdışı ilə ABŞ-ın Avropadakı müttəfiqlərinə münasibəti əvvəlkindən fərqli xarakter aldı. NATO daxilində uzun illər ərzində qurulmuş qarşılıqlı etimad da zəifləməyə başladı. Azərbaycanın beynəlxalq müstəvidə əhəmiyyətli rolunun təsdiqi. Bu yazı isə 8-ci səhifəmizdə yer alıb. Avropa Siyasi Birliyi Platforması Avropa İttifaqına üzv və qeyri-üzv ölkələr arasında siyasi dialoqun, qarşılıqlı anlaşma mühitinin gücləndirilməsi məqsədi daşıyır. Azərbaycan isə bu platformada iştirak etməklə söz sahibi mövqeyini diktə edən ölkə statusunu gücləndirir. Qələbə əzminin və quruculuğun təcəssümü başlığı ilə isə 9-cu səhifəmizdə məqalə dərc edilib. Kəngərli kəndinin bərpası böyük qayıdış proqramının tərkib hissəsidir. Prezident İlham Əliyev 2022-ci il oktyabrın 4-də Kəngərli kəndinin təməlini qoydu. Bu simvolik hadisə olmaqla yanaşı, həm də dövlətimizin işğaldan azad edilmiş hər bir kəndi, hər bir şəhəri yenidən qurmaq, orada həyatı canlandırmaq əzmini nümayiş etdirirdi. Cari il mayın 10-da Prezident İlham Əliyev Ağdam rayonuna növbəti səfəri çərçivəsində Kəngərli kənd tam orta məktəbinin və Körpələr evi uşaq bağçasının açılış mərasimlərində iştirak etdi. Dövlət başçısı yaradılan şəraitlə tanış oldu, kənd sakinlərinə evlərinin açarlarını təqdim etdi. 10-cu səhifəmizdə günün siyasi nəbzi tutulub ki, bu səhifədəki məqalələrin başlıqlarını sizə təqdim edirik. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr edilən tədbirdə 308 tələbəyə adlı təqaüd verilib. Mədəniyyət naziri Düşənbədə həmkarı ilə görüşüb. AQM Biznes Şurasının 8-ci plenar iclasında üzv ölkələrdə KOB-ların inkişafı müzakirə olunub. Sahibkarlıq iqtisadiyyatın təməl sütunudur. 11-ci səhifəmizdə isə günün siyasi nəbz rubrikasında Birləşmiş Millətlər Təşkilatı ilə bağlı 2 maraqlı yazı yer alıb. Quterreşin rəngsazlığı. Çatlar gizlədilsə də divar uçur başlıqlı məqalədə qeyd olunur. BMT-nin baş katibi Antonio Guterres deyib ki, bugün dünya həm təhlükə, həm də fürsət dövrünə qədəm qoyub. İkinci Dünya müharibəsinin təlatümlərinin ardınca yaradılan BMT, qlobal təhlükəsizliyi qorumaq, sülhü bərqərar etmək və beynəlxalq əməkdaşlığı gücləndirmək missiyasını həyata keçirirdi. Lakin bugün təşkilat öz funksiyalarını icra etməkdə ciddi çətinliklər yaşayır. Guterres bunu açıq şəkildə etiraf edir. 12-ci səhifəmizdə isə ətraflı bir yazı yer alıb.
Təhsil qadının gücü, cəmiyyətin gələcəyidir başlıqlı məqalədə Milli Məclisin deputatı Pərvanə Vəliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatı, həmçinin uşaq, yeniyetmə və qadın psixoloqu Leyla Məmmədovanın fikirləri yer alıb. Azərbaycan qadını 20-ci əsrdə cəmiyyətin əsas sütunlarından biri olaraq tarixin axarını dəyişən gücə çevrildi. 21-ci əsrdə isə Azərbaycan qadınının liderlik bacarıqları daha da inkişaf etməsi üçün yeni imkanlar yarandı. Ölkədə qadın hüquqlarının qorunması və onların cəmiyyətdə fəal iştirakının təmin edilməsi istiqamətində ciddi addımlar atıldı. 13-cü səhifəmizdə də maraqlı bir yazı yer alıb. Makronun baş barmağını qaldırması canlı karikaturaya çevrilib başlıqlı məqalədə qeyd edilir. Avropa Siyasi Birliyi kimi ciddi platformalarda Emmanuel Macronun gülümsəyərək baş barmağını qaldırması artıq canlı karikaturaya çevrilib. Qərbdə siyasi gərginliyin pik həddə çatdığı, problemlərin bir-birinə bəzlədiyi bir vaxtda qitənin bəlkə də ən səs-küylü ölkəsinin prezidenti hər şey əladır pozu ilə ortaya çıxır. Yerkparanın revanş iddiası. Sərhəddə daşınan terror və regionda sülhün real konturları başlığı ilə 14-cü səhifədə məqalə dərc edilib. Əvvəlcə bilmək lazımdır ki, Yerkpara nədir? Tam adı Yerkpara Könüllülər İttifaqı olan bu birləşmə Ermənistanın postsovet tarixində hərbi siyasi mənzərəsinin əsas və qalıcı faktorlarından biridir. Yerkparanın aktivləşməsi Ermənistanın Qərb və Rusiya arasında balans axtarışlarının bir parçası kimi düşünülə bilər. Rusiya ilə münasibətlərin gərginləşdiyi dövrdə daxildə sabitliyi qorumaq üçün militarist strukturların dövriyyəyə buraxılması Kremlin diqqətini çəkməyə hesablanmış da ola bilər. 21 may Dialoq və İnkişaf naminə Ümumdünya Mədəni Müxtəliflik günüdür. Sülh, həmrəylik və qarşılıqlı hörmətin simvolu başlığı ilə isə 15-ci səhifəmizdə məqalə yer alıb. Ətraflı tanış olmaq üçün bu səhifəyə baxa bilərsiniz. Qəzetimizin son səhifəsində 21 may Ümumdünya Terrorizmlə Mübarizə günüdür başlığı ilə məqalə yer alıb. 21 may Ümumdünya Terrorizmlə Mübarizə günü kimi qeyd edilir. Terrorizm və onun doğurduğu fəsadlar müasir dünyanın üzləşdiyi başlıca və ən təhlükəli çağırışlardan biridir. İdeoloji və ya sosial məqsədlərə çatmaq üçün insanları qorxutmaq, dövlət qurumlarına təzyiq göstərmək və ictimai sabitliyi pozmaqdır. Beləliklə, söz gedən son səhifəmiz həm də hava haqqında məlumatla yekunlaşır. Bizim də sizə bugünlük çatdıracaqlarımız bu qədər idi. Daha çox məlumat almaq üçünsə qəzetimizi izləməyi unutmayın.